Deməli, gəlin bir yerdə aldığım aksesuarları sizə göstərim. Baxın, bu aksesuarı mən elə 28-də Mavim Aksesuaris'dən almışam. Deməli, nə aldım? Paslanmaz polad belə bir sırğa aldım. Allah təsəvvür edirəm. Aha, baxın, belə bir sırğadır. Sırğalardır. Çox qəşəngdir. Sonra baxın, bunu çox bəyəndim də. Bunu 28-dən yeraltı keçiddən almışam. Bunu çox bəyəndim. Bir dənə qalmışdı. Qiyməti də 10 manat idi. Daha sonra belə bir sırğa aldım. 7 manatdır. Bu da çox qəşəngdir. Və baxın, belə qəşəng bir set aldım. Çox qəşəngdir, poladdır. Bunu, yəni istədiyiniz kimi, səhv etmirəmsə orada göstərmişdilər, idarə etmək olar dartanda. Yəni sepin uzunluğunu özünüz idarə eləyə bilirsiniz. Bu da çox qəşəng bir sepdir. Və 3 manata belə bir qolbaq aldım. Bunu da çox bəyəndim. Bunu da belə dartsaq, yəqin ki, darta bilərəm. Nəysə də belə bir şeydir, belə bir qolbaqdır. Bu da çox qəşəngdir.